Mən çox şadam və xoşbəxtəm ki, siz mənim həyatımda varsınız. Şairə bəstəkar xanım İsmail qızının 70 yaşı tamam olub. Bəstəkar özəl gününü dostları, yaxınları ilə birlikdə şəhər restoranlarından birində keçirib. Məclisə incəsənət nümayəndələri, sənət adamları qatılıblar. Gecədə çıxış edən xanım İsmail qızı, şadam ki, gəlib 70 yaşa çata bilmişəm. Nə yaxşı ki, mənim sevdiyim və məni sevən dostlarım, qohumlarım var. Yaşımı mənimlə birlikdə qeyd edirlər sözlərini deyib. Yaşayın. Çok yaşayın. Çok sağ ol. Gel bana sökte alıp ben nevelerde seni gözleyip. Bak. حبيبتي, in Arabic we don't say I love you, we say لو أقول لك إني بحبك الحب شوية. Müğənni Ayan Babakişiyevanın ad günü olub. Axşam nöqtəsi xəbər verir ki, sənətçi aldığı bahalı hədiyyəni izləyiciləri ilə bölüşüb. Ayana ad günündə məşhur Rolex brendinə məxsus saat hədiyyə edilib. Saatın dəyəri $42.000, təxminən 71.400 manatadır.